Avropa Birliği en büyük sammitini Ermenistan'da geçirir. Bakın ayın 3'ü 4'ü seçim, daha doğrusu summit geçirilecek. Bir ay sonra da seçim olacak. Bu Ermenistan'a, Paşinyan'a büyük bir destek demektir. Dünenleri Azerbaycan'a, yani İlham Əliyevə karşı Avropa qətnamə kabul edildi. 571 nefer Avropa parlamentarisi ses veribdi. 476'sı İlham Əliyevə karşı qətnamənin lehine ses verip, 47 nefer əleyhinə səs verib, 48 nefer de bir tərəfdir. İndi nənə əlaqələndirirlər? Nənə əlaqələndirirlər bilirsinizmi? Nənə əlaqələndirirlər? Əllülüş, İlham Əliyev, əllülüş. Nənə əlaqələndirirlər? Dünənləri görürsə yığılan 5000 nəfəri buraxmamışıq. Güya İlham buraxmayıb, ona görə veriblər. Bunu ermənilərlə belə konfliktə görə salırlar. Yox ki. Ne Ermeni ne konflikt, sizi alladırlar. Birbaşa insan hakları Azerbaycan'da cobut surette pozulduğuna göre, İlham Əliyev ölkəni şirketi kimi idare edildiğine göre, ehaliyle halktan kul kimi rəftar edildiğine göre, ölkədə işkencelere göre, ölkədə dünyanın en büyük siyasi məhbus toplusu ölkədə olduğuna göre bu kararı veriblər. Ama İlham Əliyev ise İlham Əliyev bunu atır sanki şeyin üstüne. Ermeniler ise yok. Biz Ermenileri bırakmadık da ona göre oldu. O 100 tane punktun biridir.